Bu bizim köhnə aparatlar. Bu da ölxanda alıb yandırdığımız, gördüyünüz kimi bu şimal. Yəni bu hissəsi ilə dəqiq çəkim yaxından bu hissəsi eyni olmalıdır. Amma bizim köhnə və aparatın vəziyyəti gördüyünüz kimi bu hissə nisbətən çöldədir. Hansı ki, baxın dırnağım ilişir. Bunu da yonmağa vermədi. Ona görə ki, arxa tərəfi nazikdir. Yonulsaydı bunun canı qalmayacaqdı. Belə. Yusuf isə artıq bundan sonra sonovka edir və artıq yavaş-yavaş inşallah gedəcək. Beləcə, aparatların bu vəziyyətə gəlməsinin səbəbi rayon yolunda çox yüksək sürətdən çox aşağıya beləcək salırdı avtomobili. Çünki kəskin döngələr var idi. Və burada bir məsələ var ki, hava çox soyuq idi. İsti, soyuq, isti, soyuq, isti, soyuq. Aparatlarda da cüzi əyilmə olmuşdu. Videomuzdan bilir, hələ də ustadayım. Yəqin ki, bir 20 kilometre bunun adaptasiyası gedəcək, yəni, nakladka ilə şeyin, aparatın. Evet, çok. Biraz mesafe saxlayarsan bəs eləyir. Ustadan çıxdıq, əyləc bəndlərini, aparatları, əyləc disklərini dəyişdik, hamısını, hər şey qaydasındadır. İndi avtomobilin tormozlaması daha yaxşıdır, daha az basanda daha yaxşı reaksiyadır. Əvvəl daha belə lord eləsək, belə biz pola qədər basmaq deyil də, əyləc, yəni belə arxa qədər basırdın ki, yəni avtomobil belə tam dayana bilsin. Burada bir dənə sadəcə əsas məsələ var ki, təcrübəsiz sürücülərə biləcək, məlumat məqsədindən bildirim ki, avtomobilin ümumiyyətlə əyləc bəndlərini, əyləclə bağlı hər hansı bir iş görmüsünüzsə, avtomobili ustadan çıxardan kimi Formula 1'dəki kimi avtomobili sürməyin. Daha azlı sürün ki, adaptasiya, yəni əyləc bəndi, əyləc diskinə və ya ümumiyyətlə GTX tökmüsünüzsə, yəni əyləc mayesi tökmüsünüzsə, o sistemdə onun dövrəsi və s. hamısı bir-birinə adaptasiya olsun, sonra avtomobili rahat formada idarə edin. Çünki adaptasiya olmadığı müddətdə avtomobili siz ustaya girəndə öyrəşdiyiniz reaksiyanı avtomobil ustadan çıxandan sonra göstərməyəcək. Belə. Avtomobil elə ki, hər şey qaydasındadır, hansı işlər görülməlidir, usta artıq bizə bildirib, növbəti aylarda onları yavaş-yavaş dəyişəcək və yəqin ki, onları da video çəkib sizinlə paylaşacağım. Bu hissələrdə və ya bu hissələrdə bir yerdə komment, save eləmək və profilə abunə olmaq var.